Həkim travmatoloq, ortoped, Azərbaycan Səhiyyəsinin təşkilatçılarından biri, tibb elmləri doktoru, professor Ağaxan Mirzəxanoğlu Talşinski 19 sentyabr 1885-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. Ağaxanın əsl adı Mir Əbülfətdir. Bu ad onun babası Mir Əbülfət xanın adıdır. Atası Mirzə xanın oğul övladı olduğu üçün ənənəyə görə atasının adını ona vermişdir. Lakin babanın adını daşıyan ilk övlada ailədə ikinci ad olaraq Ağaxan deyilmişdir. Əbülfət bəy Talşinskinin ömrü yoldaşı Hacı Zeynalabdin Tağıyev təsis etdiyi qız məktəbini bitirmiş, Kişvər xanım Xanoğlan bəy qızı Talşinskaya idi. Onların bir oğlu və bir qızı olmuşdur. Oğlu tibb elmləri namizədi, travmatoloq, həkim Əziz Talşinski, qızı Adilə xanım Talşinskaya. Əbülfət Talşinski 1920-ci ildən başlayaraq pedaqoji fəaliyyətini də davam etdirir və Bakı Universitetinin Tibb Fakültəsinin tələbələrinə cərrahiyyə və travmatologiya, ortopediyadan dərs deyirdi. 1931-ci ildə universitetin Ümumi Cərrahiyyə Kafedrasının dosenti seçilən Əbülfət Talşinski ortopediya, travmatologiya kurslarına rəhbərlik etmişdir. 1945-ci ildə Bərpa Cərrahiyyəsi İnstitutunun travmatologiya, ortopediya və protezləşmə klinikasının müdiri təyin edilmişdir. O, ömrünün axırına qədər bu vəzifədə çalışmışdır. Əbülfət Talşinski 1935-ci ildə Azərbaycan dilində ilk dərslik travmatologiya monoqrafiyasını yazmışdır. O, 1937-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini, 1939-cu ildə professor elmi dərəcəsini almışdır.